Hello, my dear students. Today's our explanation about adjectives. Let's begin. Bugünkü mövzumuz adjective'dir. Toplu birdən sifətin dərəcələrinə aid testlərin izahına başlayaq. Let's go. Birinci sualdan başlayırıq. Birinci sualımız demək zəni görürük. Zən varsa deməli müqayisə dərəcəsindədir. Comparative degree'dir. Comparative degree'ni isə burada göstərən Y variantıdır. İkinci sualda da yenə zəni görürük. Zən də yenə comparative degree'dir. Comparative degree'ni isə burada göstərən smaller sözü, yəni Y variantıdır. Üçüncü sualda da yenə zəni görürəm. Burada isə B variantı daha doğrudur. Daha doğrusu B variantıdır. Dördüncü suala baxırıq. Dördüncü sualda da yenə zəni görürük. Zən nədir? Yəni müqayisədir. Müqayisə isə ER ilə düzəlir. Yəqin ki bilirik ki heavy sözü, yuxarıda tall sözü, small sözü, large sözü bunlar tək hecalı olduğuna görə biz onları ER ilə düzəldirik. Çox hecalı olarsa təbii ki onu more ilə düzəldəcəyik. Bir sözə həm moru, həm yeri verə bilmərik. Yəni bir söz bir şəkilçi ilə düzəlir. Beşinci sualda yenə zən var. Zən varsa demək ki müqayisədir. Yenə burada yerlə düzələn easier sözünü seçəcəyik. Altıncı sualda yenə zən var. Zən varsa müqayisədir. Müqayisəni isə burada B variantı göstərir. Yeddinci suala baxırıq. Yenə yeddinci sualda zəni görürəm. Zən varsa demək ki müqayisədir. Yenə müqayisədirsə senior sözünü verəcəyik. Doğru olan C variantıdır. Yenə 8-ci sualda zən var. Zən varsa demək ki burada müqayisəni yerlə düzəldəcəyik. Est üstünlüyü göstərir. Most üstünlüyü göstərir. İki şəkilçi bir sözə getməz. A-da isə yenə üstünlüyü göstərir. Həm də is sözü tək hecalı sözdür. The most-la dərəcələnməz. 9-a baxırıq. Yenə zən var. Zən varsa tall sözü tək hecalıdır. Ona görə ER-lə düzəlir. 10-cu sualda isə choose a line of adjectives sifətin sırasını seçirik. Burada skyscraper, prize, mükafat deməkdir. İsimdir, çıxırıq. Protect, feildir, çıxdı. Pomegranate, meyvə adıdır. Üzümdür. Nar. Decide, qərar vermək deməkdir. Qaldı D variantı. 11-ci suala baxırıq. 11-ci sualda isə in my life, yəni superlative degree. Superlative degree-ni isə biz burada ya D variantındadır ya da B variantındadır. Təbii ki D variantı doğru olacaq. Çünki superlative degree-ni biz mütləq şəkildə Z artiklı ilə istifadə edəcəyik. Keçdik 12-ci suala. 12-ci sualda one of görürəm. One of. Bu da superlative degree-ni göstərir. Superlative degree-ni isə Y variantı the most splendid şəklində veririk. B-də isə Z artiklı yoxdur. Ona görə seçmirik. 13-cü sualda yenə one of görürəm. One of görürüksə təbii ki yenə burada B variantını seçəcəyik. The most important şəklində. A-da isə Z artiklı yoxdur. Müqayisədir, adidir. Bu isə ümumiyyətlə səhv variantdır. 14-cü sualda very-ni görürəm. Very'dir, to'dur, enough'dır, quite'dır, razadır. Bunlar dedik ki nəyə gətirir? Adi dərəcəni. Adi dərəcə isə heç bir şəkilçi qəbul etməyəcək. 15-ci sualda zəni görürəm. Zəni görürüksə təbii ki müqayisədir, comparative'dir. A variantı doğrudur. 16-cı suala baxıram. 16-cı sualda zən var. Zən varsa demək ki müqayisədir. Müqayisəni isə burada göstərən worse sözüdür. Bad, worse, the worst şəklində. Good, bad adidir. Best üstünlükdür. Worse da üstünlükdür. 17-ci suala baxırıq. Əsi görürəm. Əs nə deməkdir? Adi dərəcədir. Adi dərəcədə isə isim heç bir şəkilçi qəbul etməyəcək. 18-ci sualda isə zəni görürəm. Zən nədir? Müqayisədir. Müqayisəni isə burada verən nədir? More interesting. Interesting çox hecalı söz olduğu üçün more-la düzəldəcəyik.
Sonra keçdik 19-cu suala baxırıq. 19-cu sualda isə yenə zən var. Zən varsa müqayisədir. Müqayisədirsə more comfortable. Comfortable sözü də çox hecalı olduğu üçün more-la düzəlir. 20-ci sualda isə əsi görürəm. Əs nə deməkdir? Adi dərəcədir. Adi dərəcədə heç bir şəkilçi qəbul edilmir. B variantı doğru oldu. 21-ci sualda da yenə əs heç bir şəkilçi qəbul etməyəcək. Y variantı doğru oldu. Keçirik 22-ci suala. 22-ci sualda yenə əs var. Bu da deməkdir ki, heç bir şəkilçi qəbul etməyəcək. D variantı doğrudur. 23-cü sualda da eyni qayda ilədir. A variantı doğru olacaq. 24-cü sualda zən var. Zən müqayisəni gətirir. Heavier B variantı doğru oldu. 25-ci suala baxırıq. Zəni görürəm. Müqayisədir. Tall sözü tək hecalı olduğuna görə yerlə düzəlir. Taller şəklində verəcəyik. 26-cı suala baxırıq. 26-cı sualda da yenə zən var. Zən varsa müqayisədir. Cheap sözü tək hecalı olduğuna görə yerlə düzəldi. 27-ci sualda da zən var. Easy sözü tək hecalı olduğuna görə yerlə düzəldi. 28-ci suala baxırıq. 28-ci sualda 28-ci sual 28-ci sualda əslində cümlədə heç bir göstərici yoxdur. Adidir, müqayisədir ya da üstünlükdür. Sadəcə olaraq burada bir boy sözü var. Yəni sayıla bilən tək isim. Mütləq şəkildə sayıla bilən tək isim varsa, pozitiv və comparative degree-də mütləq qarşısında E artiklını işlədirik. Üstünlük dərəcəsində isə Z artiklını işlədirik. Bunu artıq bilirik. Bizə burada boy sözünün artiklı olmadığına görə bunların artiklsızları çıxırıq. Artikl ya C-dir ya da ki Y-dir. Baxıram burada nəyə? Best özü sifətin üstünlük dərəcəsində olan bir sözdür. Özündən sonra sifət yox, isim gətirər. Gətirmədiyinə görə, yəni burada the best silent deyə bilmərəm. The best boy deyə bilərəm, ən yaxşı oğlandır. Amma the best silent boy deyə bilmərəm. Ona görə də C variantı doğru oldu. A silent boy. Sakit oğlan, bu da adi dərəcənin göstəricisidir. 29-cu sualda isə zən sözünü görürəm. Low sözü tək hecalı olduğuna görə yerlə düzəlir. 30-cu suala isə yenə bizdə burada nə var? Zəni görürəm. Zən varsa müqayisədir. Sunny sözü tək hecalı olduğuna görə yerlə düzəlir. Yenə burada zən sözü var. 31-ci sualda sweet sözü tək hecalı olduğuna görə yerlə düzəldik. 32-ci sualda zən var. Zən sözü müqayisəni gətirir. Cold sözü tək hecalı olduğuna görə yerlə düzəldirik. Keçdik 33-cü suala baxırıq. 33-cü sualda da yenə zən var. Zən varsa müqayisədir. Müqayisədirsə cold sözü tək hecalı olduğuna görə yerlə düzəldirik. 34-cü sualda da zən var. Hot sözü tək hecalı olduğuna görə yerlə düzəlir. 35-ci sualda da zən var. Happy sözü yerlə düzələcək. Y variantı doğrudur. 36-cı suala baxırıq. 36-cı sualda yenə zən var. Zən varsa artıq müqayisə dərəcəsidir. Buradakı sözlər kökündən dəyişilən sifətlərdir. Yəni bad adi dərəcəni göstərir. Worst badin üstünlük formasıdır. The worst bu da Z ilə işlənmiş formasıdır. B yoxsa C? Təbii ki B variantı. Nəyə görə B? Çünki worst sözü artıq kökündən dəyişilib. Bad, worst, the worst. Bunlar kökündən dəyişən sifətlər morla, mostla, yerlə düzəlməz. Bunlar sadəcə artıq kökündən dəyişərək özləri düzəlir. Əlavə şəkilçiyə ehtiyac yoxdur. 37-ci suala baxırıq. 37-ci sualda nə var? One of var, in-our class var. Bu da superlative degree-nin göstəricisidir. Burada da hətta Z artiklı da var. Ona görə C variantı doğru olacaq. 38-ci suala baxırıq. 38-ci sualda Sophia is her brother. Burada göstərici cümlədə yoxdur. Ya deyə bilərik ki, Sophia qardaşından daha ağıllıdır.
ya da ki qardaşı kimi ağıllıdır. Variantlardan seçəcəyik. Əs A variantında əs nə deməkdir? Yəni adidir. Ortasındakı sifət heç bir şəkilçi qəbul etməyəcək. Clever sözündə yəni sondakı yer şəkilçisi olmamalıdır. Sonra C variantına baxırıq, zəni görürəm. Zən varsa yer şəkilçisi ilə burada olmalıydı. Olmadığına görə çıxırıq. Y-də də baxıram, yenə S şəkilçisini veribdir. Əsin ortasında. Əs adi dərəcədir. Heç bir şəkilçi qəbul etməyəcək. D-də isə əs ikinci tərəfdə verib, sifətdə biz nə deyirik? Sifət əs şəklində olur. O da B variantındadır. 39-cu suala baxırıq. Yenə əsi gördük. Adi dərəcədə nice sözünü burada götürəcəyik. 40-cı suala baxırıq. 40-cı sualda isə yenə əsi görürəm. B variantı heç bir şəkilçi qəbul etmir. Fresh sözü. Zəni görürəm. Zən nə deməkdir? Müqayisədir. Tall sözü. Təkəcalı olduğuna görə yerlə düzəlir. 42-ci sualda yenə zəni görürəm. Zən varsa wise sözü təkəcalı olduğuna görə wiser formasında düzələcək. 43-cü suala baxıram. Verini görürəm. Adi dərəcəni gətirir. Yəni heç bir şəkilçi qəbul etməyəcək. O da Y variantındadır. 44-cü suala baxırıq. 44-cü sualda da əs var. Heç bir şəkilçi qəbul etməyən A variantını seçəcəyik. Keçdik 45-ci suala. 45-ci sualda zəni görürük. Zən varsa deməli müqayisədir. Bad burada adidir. Worst üstünlük dərəcəsindədir. Yenə worst kökündən dəyişərək dərəcələnən olduğuna görə bunları biz morla, mostla düzəltməyəcəyik. 46-cı sualda one of görürəm. One of nə deməkdir? Üstünlük, yəni superlative degree-dir. Superlative degree-ni də göstərən burada A variantıdır. 47-ci suala baxırıq. Zən var. Zən varsa demək ki, müqayisədir. D variantı. High sözü təkəcalı olduğuna görə yerlə düzəldəcəyik. 48-ci suala baxırıq. 48-ci sualda in the village sözü var. In the village, in the room, in the country, in the town, in our room və s. Bu kimi in the world, in the sky bu kimi ifadələr gəldiyində biz artıq bilirik ki, bu superlative degree-dir. Superlative degree-ni də burada göstərən D variantıdır. Digərlərin heç birisi uyğun deyil. 49-cu sualı yenə baxırıq. Əsi görürəm. Adi dərəcədir. Yəni heç bir şəkilçi qəbul etməyəcək. 50-ci suala baxırıq. 50-ci sualda burada bir which sözü var. Bir də at school sözü var. Yəni məktəbdə ən çətin fən hansıdır? Which hansıdır deyəndə artıq biz bunu üstünlük dərəcəsi kimi götürürük. Difficult sözünü burada veribdir. Yəni onu düzəldəcəyik üstünlük dərəcəsində the mostla. Çox hecalı olduğuna görə the mostla düzəltdik. 51-ci suala baxırıq. 51-ci sualda nə var? Birinci tərəfdə əs var. Əs varsa, yəni birinci tərəf adi dərəcədir. A-da yerlə düzəlib, C-də S-lə düzəlib, Y-də yerlə düzəlib. Çıxıram, D ilə B-nin arasında qalır. İkinci tərəfdə isə smallest sözünün artiklı yoxdur. D ilə B variantı doğru variantı. 52-ci sualda yenə əs adi dərəcə heç bir şəkilçi qəbul etmir. 53-cü suala baxırıq. One of deyirik. Of Azərbaycan deyirik. Demək ki, superlative degree-dir, üstünlük dərəcəsi. Burada da the article cümləmdə var. Ona görə mən oldest sözünü götürürük. Old sözü təkəcalıdır, mostla düzəlməz. Mostla düzəlməz, həm də ki bir sözə iki şəkilçini verə bilmərik. Yəni bir söz əgər təkəcalıdırsa, morla, mostla, the mostla düzələcək. Çox hecalıdırsa, morla ya da z mostla düzələcək. Təkəcalıdırsa yerlə ya da z s-lə düzələcək. Yəni bir sözə iki dənə şəkilçini birdən yükləməyəcəyik. 54-cü suala baxırıq. I have ever
have ever, has ever, had ever görürüksə, bu da superlative degree'dir. Superlative degree'ni də burada göstərən the best'dir. Best'in burada z'si yoxdur, müqayisədir, adidir. 55'də zəni görürük, zəni görürüksə müqayisədir, o da shorter olacaq. Keçdik, digər suallara baxaq. 56-cı suala baxırıq. 56-cı sualda da yenə zəni görürük, müqayisə dərəcəsidir. Easier təkəcalıdır. Yerlə düzəldi, Y variantı doğrudur. Burada of the year deyirsə, demək ki, bu da superlative degree'dir. Superlative degree'dirsə, üstünlük dərəcəsi S-lə düzəltdi. B-də isə Z-si yoxdur deyənə çıxdıq. 58-ci sualda zəni görürəm. Zən comparative'dir. Comparative isə burada worse verəcəm. Worst superlative'dir. More, bunlar bax kökündən dəyişən sifətlərimizi more-la, most-la dərəcələndirə bilmərik, işlədə bilmərik. Niyə? Çünki onlar artıq kökündən dəyişibdir. More-a ya da the most-a ehtiyac yoxdur. Burada worst superlative'dir, bad isə pozitivdir. Düzgün variant Y variantı oldu. 59-cu sualda mən burada bir zən görürəm və 2 dənə boşluq görürəm, and bağlayıcısını görürəm. Əgər and bağlayıcısı 2 sifəti bir-birinə bağlayırsa, 2 həmcins sifəti bir-birinə bağlayırsa, o zaman andin sağındakı dərəcə nədirsə, solundakı dərəcə də o olacaq. Yəni, əgər üstünlük dərəcəsidirsə cümlə, üstünlük dərəcəsində, müqayisədirsə müqayisədə, adidirsə adisində verəcəyik. Yəni, burada olacaq. A-nı saxlayıram, çünki zən var, hər ikisi də yerlə düzəlir. Yəni, düzgün variant A-dır. Burada est verilibdir, zəndə est olmur. More çoxacalı sözləri düzəldirik. Yəni, burada yerlə, morla bir yerdə olmayacaq. Y variantında birinci tərəfdə veribdir, ikinci tərəfdə verməyibdir. B variantı isə ümumiyyətlə adi dərəcəni göstərir. 60-cı suala baxırıq. 60-cı sualda da eyni qayda ilədir. Sadəcə burada artıq ever, has ever gördüyümə görə bunu superlative degree şəklində verəcəyik. Burada pozitivdir, comparativedir, pozitivdir. Burada isə baxın most z'si yoxdur. Ona görə B variantı doğru olacaq. 61-ci suala baxaq. 61-ci sualda isə mən nə görürəm? 61-ci sualda nəyə fikir verəcəyik? Bax, burada cümlə 2 yerə ayrılır. Birinci tərəfdə veri sözü var, ikinci tərəfdə zən sözü var. Yəni, demək ki, birinci tərəfdə göstərici veridir, adi dərəcədir. İkinci tərəfdə göstərici zəndir və comparative degree'dir. Gəlin, buna görə baxaq variantlara. A-nı çıxıram, çünki burada year verilibdir. Ver yerlə işlədilmir. B-ni saxlayıram, D-ni çıxıram, Y-ni çıxıram. Yəni, ver özündən sonra adini gətirdi. Clever ikisi də adidir. İkinci tərəfdə isə zənə görə baxıram. Zən nəyi göstərir? Müqayisəni. B-ni çıxıram burada, çünki more bir sözə 2 dənə şəkilçi ehtiyac yoxdur. Ona görə C variantı doğru oldu. Ümid edirəm ki, sual tam olaraq aydın oldu. Zənə baxırıq. Müqayisədir. Müqayisə də nədir? More important. Çox hecalı söz olduğuna görə more-la düzəltdik. 63-cü suala baxırıq. In our class deyir sinifimizdə. Bu superlative degree-nin göstəricisidir. Superlative degree-ni də burada A variantı. Lazy sözü tək hecalı söz olduğuna görə biz onu ES-lə düzəltdik. Qarşısında da the article var. Amma D variantında isə the article yoxdur. Ona görə istifadə etməyəcəyik. 64-cü suala baxırıq. 64-cü sualda isə one of var. Bu nədir? Bu da yenə bax had ever var.
superlative degree'nin göstəricisidir. O da A variantı. The happiest. Happy sözü də yəni iki hecalıdır. Bunların hamısında tək hecalı deyirəm mən. İki hecalıdır. ES ilə düzəlir. A variantı doğrudur. C'nin isə Z'si yoxdur. Y isə ümumiyyətlə 2 dənə şəkilçi bir cümləyə yüklənmir. Keçdik 65-ci suala baxırıq. 65-ci sualda in the room sözü var. In the room yəni otaqda kreslo ən rahatdır deyəcəyik. Burada da D variantı. The most comfortable. Comfortable sözü çox hecalı olduğuna görə the most-la düzəltdik. Y-nin Z'si yoxdur. Bu ümumiyyətlə səhvdir, adidir, comparativdir. 66-cı suala baxırıq. 66-cı sualda nə görürəm? As. Adi dərəcə heç bir şəkilçi qəbul etməyəcək. 67-ci suala baxıram. Zəni görürəm burada. Zən varsa müqayisədir. Müqayisəni isə burada higher sözü verəcək. Among sözünü görürəm 68-də. Bu isə superlative degree'nin göstəricisidir. Superlative degree'ni burada Y variantı verir. Tall sözü tək hecalı olduğuna görə S-lə verir və qarşısında Z artiklını göstərir. Müqayisədir. Səhvdir ümumiyyətlə müqayisədə olsa. Most bir sözə 2 dənə şəkilçini yükləməyəcəyik. Burada da hamısını bir yerdə veribdir. 68-ci sualda düzgün variant Y variantı oldu. 69-cu suala baxırıq. In the world sözünü deyir burada, yəni dünyada deyirsə, demək ki, superlative degree'dir. Superlative degree'ni də burada pretty sözü 2 hecalıdır. Z, Y-lə düzəldəcəyik. Burada bir sözə 2 dənə şəkilçini yükləyibdir. Olmaz. Digərləri isə adi və müqayisə dərəcəsidir. 70-ci suala baxırıq. Zəni görürəm bir tərəfdən. Digər tərəfdə isə in the family sözünü görürəm. Yəni, nədir bu? Üstünlük dərəcəsidir. Bir tərəfi müqayisə, bir tərəfi üstünlük. A-nı çıxıram, birinci tərəfi üstünlükdür. B-ni çıxıram, adi dərəcədir, olmayacaq. İkinci tərəfə isə üstünlüyü gətirəcək. The eldest yoxsa the oldest sözünü verəcəyik. Older burada ümumiyyətlə çıxıram, qaldıq. Burada isə qısa bir göstərici var. Elder zənlə işlədilməz. Ona görə C-ni çıxsam elə D variantı yerində qalacaq. Elder zən deyə bilmərik. Older'la elder'ın ən əhəmiyyətli seçimlərindən biridir. Elder zən olmaz. 71-ci suala baxırıq. The house over there is deyir ki, buradakı ev yüksəkdir. Burada heç bir dərəcə olmadığına görə is burada yəqin ki high sözünü verəcəm. I don't see any other buildings. İkinci tərəfdə isə zəni verirəm. Bu da yəqin ki A variantı olacaq. Zən var. Burada B-ni çıxıram. S olmayacaq. Adidir olmayacaq. More higher olmaz. Higher şəklində bunu versəm, yəni higher versəm, burada birinci tərəfə uyğun gəlmir. Çünki most highest deyə bir şey yoxdur. A variantı doğru olacaq. 72-ci suala baxırıq. 72-ci sualda isə nə var? It is to visit the British Library in the morning. Okay. Baxırıq. It is deyirsə, burada it is good. Yəni, to be özündən sonra sifəti gətirir. Ona görə biz bunu it is good, yaxşıdır to visit the British Library. Britaniya kitabxanasına baş çəkmək yaxşıdır. Olacaq burada good sözü. Digərləri isə səhvdir. 73-cü suala baxırıq. 73-cü sualda isə Adrian is employer. Burada nə var? Baxın, burada təkdə olan bir isim var. İşçi deməkdir, employer. İşçi deməkdirsə, yəni sayılan tək isimdir. Sayılan tək isimin qarşısına nə lazımdır? Article lazımdır. Burada artiklesız olanları çıxıram. C yoxsa Y deyəcəm. Təbii ki, C-ni deyəcəyik. Nəyə görə? Çünki bir sözə 2 şəkilçini yükləməyəcəyik. The calmest.
calmest, yəni ən sakit işçidir. Düzgün variant C variantı oldu. 73-cü sual, 74-cü suala baxırıq. 74-cü sualda zəni görürəm. Burada bir yerlərdə zən var. Zən varsa demək ki, müqayisə deməkdir. Müqayisə dərəcəsi, baxın, tired sözü, belə deyək də, düzəltmə sifətdir. Düzəltmə sifətlər nə ilə düzəlir? Ya morla, ya da mostla düzələcək. Burada bax, too tired verir, adi dərəcədir. Tired adi dərəcədir. Most z'si yoxdur. Həm də ki, bizim orada zənimiz var. Zən müqayisəni gətirir. Veri də adini gətirdiyinə görə A variantı doğru olacaq. Yadımızda saxlayırıq ki, düzəltmə sifətlər üstünlük və müqayisə dərəcəsini morla ya da mostla düzəlir. Məsələn, boring sözünü deyirəm, tired sözünü deyirik. Bunlar sizə nə qədər də az hecalı söz kimi gəlsə də düzəltmə söz olduğuna görə onları morla düzəldəcəyik. Keçdi 75-ci suala. 75-ci sualda yenə burada mən bir one sözünü görürəm. One sözü başqa digərlərini görmürəm. One sözünü görürəm. Bu nə deməkdir? Sayılan təksimdir. Mütləq nə lazımdır? Article lazımdır. Burada good sözü kökündən dəyişir. Bu olacaq C variantı. Çünki article olan bir tək oradadır. 76-cı suala baxırıq. Linda isn't Amelia. Yəni burada Linda ilə Amelia'nı ya Linda da Amelia kimidir ya da Linda Amelia'dan daha kind, mehriban deməkdir. İndi baxaq görək variantlarda hansı uyğun gələcək. Əsas veribsə əsin ortasında adi dərəcə olacaq. Kind əsdir, yoxdur. C variantını çıxıram. Kindest olmaz əsəsin ortasında. Zəni veribsə burada kinder zən olmalıdır. D-ni çıxdıq, qaldı B variantı. Doğrusu. 77-ci suala baxırıq. Dedik ki, it is easy to cross. Bunu ümumiyyətlə to be özündən sonra adi dərəcədən sonra məsələn it is good deyirik, it is important, it is expensive şəklində deyirik. O zaman adi dərəcədə olan sifəti gətirəcəyik. Sonra keçdi 78-ci suala. 78-ci sualda nə var? Zən var. Zən varsa demək ki, müqayisə, comparative. Bu da comparative sözünü Y variantında sweet təkəcalı olduğuna görə yerlə düzəlir. Bir sözə 2 dənə şəkilçi yükləməyəcəyik. D səhvdir. 79-cu suala baxırıq. Among sözünü görürəm burada. Among nə deməkdir? Superlative degree'dir. Superlative degree də A variantında daha doğrudur. Burada Z artiklı yoxdur. Həm də ki, the best özündən sonra sifət gətirməz. The best özü sifətdir. Sifət sifəti təyin etməz. Sifət ismi təyin eləyər. Burada da talented sifətdir. Best də sifətdir. Yəni, best özündən sonra sifəti gətirməz. Ona görə A variantı doğrudur. 80-cı sualda among sözünü görürəm. Yenə superlative degree'dir. Superlative degree'ni də burada verən the most intelligent sözü. Yəni B variantıdır. 81-ci suala baxırıq. 81-ci sualda of, all görürəm. Yəni bu da superlative degree'dir. Superlative degree'dirsə burada nə var? Nəysə var. Aha, D variantı var. D variantı var. Nəyə görə? Naughty sözü dəcəl deməkdir. 2 hecalı sözün belə deyək də çoxluğuna, hərf çoxluğuna baxmayın. Səs oxunanda naughty görürsüz. 2 hecalıdır. 2 hecalı olduğuna görə nə ilə düzəldi? İS-lə düzəldi və qarşısında Z artiklı veribdir. Burada məsələn best'in Z'si yoxdur. B'də Z artiklı yoxdur. D variantı doğrudur. 82-ci suala baxıram. 82-ci sualda nə görürəm? Nə var burada? Not so var. Demək nə idi dedik? Not so sifət üstə gəlsin as. Ya as ya da ki so as şəklində adi dərəcəni düzəldirik.
Burada nə var? Yəni so özündən sonra nəyə gətirəcək? Baxın, as buradadır. Adi dərəcəni gətirəcək, o da A variantındadır. So da ümumiyyətlə özündən sonra adi dərəcəni gətirir. So, to, very. 83-cü suala baxırıq. 83-cü sualda nə var? 83-cü sualda as var, adi dərəcədir, C variantıdır. 84-cü sualda as var, adi dərəcədir, A variantı. 85-ci sualda as var, adi dərəcədir, A variantı. 86-cı sualda zən var, comparative-dir. Comparative isə burada nə düzəldəcək? Y variantı more interesting şəklində düzələcək. Keçdik 87-ci suala. 87-ci sualda nə var? Cook, cake sözü var burada. Cake sayıla bilən təksimdir. Yəni bizə nə lazımdır? Article. Article burada isə B variantı verir. A tasty cake, dadlı bir tort. 88-ci suala baxıram. One of verir. One of varsa superlative degree'dir. Superlative degree diligence sözü çox hecalı olduğuna görə the most-la düzəlir. 89-cu sualda of the year, ilin ən soyuqmu, istimi, ay deyil dediyimizə görə üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi isə A variantında coldest isn't the coldest season of the year, autumn. Payız ilin ən soyuq fəsli deyil. 90-cı suala baxırıq. 90-cı sualda isə nə görürəm burada? Variantlardan gedəcəyi most clever deyə bilmərəm. Baxın, burada A article var. Yəni the most olmalıdır. O da olmur. Çünki clever sözü cleverest ilə düzəlməlidir. Very özündən sonra adini gətirir, olmayacaq. Much cleverer year gətirməlidir. Much özündən sonra müqayisəni gətirir, olmaz. Bir sözə 2 dənə şəkilçini yükləməyəcəyi olmayacaq. A variantı doğru oldu. A clever student. 91-ci suala baxırıq. Which-i görürəm, have ever-ı görürəm. Demək ki, superlative degree'dir. Superlative degree-ni isə burada D variantı verir. Yenə deyirəm, the best özündən sonra sifət gətirməz. 92-ci sualda so, as-i görürəm. Adi dərəcədir. Heç bir şəkilçi qəbul etməyəcək. O da olacaq D variantı. 93-cü suala baxırıq. 93-cü sualda yenə zəni görürük. Zən müqayisəni gətirir. Nice. Tək hecalı olduğuna görə nicer şəklində yerlə düzəldi. Keçdik buradan 94-cü suala baxırıq. 94-cü sualda football player zən varsa müqayisədir. Müqayisəni isə burada kökündən dəyişən better sözü düzəldəcək. 95-ci sualda as-i görürəm. Adi dərəcə olacaq, heç bir şəkilçi qəbul etmir. 96-cı sualda zəni görürəm. Zən yerlə dirty sözü çirkli, tək hecalı, daha doğrusu 2 hecalı olduğuna görə yerlə düzəlir. A variantı doğrudur. 97-ci sualda isə nə var? In this pet shop, bu heyvan mağazasında deyirsə, olacaq burada nə? Üstünlük dərəcəsi, bu da olacaq D variantında. The most colorful, ən rəngli papuqay tutuquşudur. Sonra 98-ci suala baxırıq. 98-ci sualda baxırıq. Not verirsə, notun işlətməsi burada not so, as, ver şəklində verəcəyi. Yəni imtahan mənim gözlədiyimdən çətin deyildir. Kim olacaq? Burada nota görə seçdik. Not so difficult, not so difficult as şəklində. Burada most olsaydı z olardır. Much, more olardır. Olmayacaq. As verirsə burada as olmalıydı. More difficult, was not more difficult. Çətin deyildir mənim gözlədiyimdən. Mənim gözlədiyim kimi asan deyildir şəklində olacaq. Mənim gözlədiyimdən daha çətin deyildir, deyil. Sadəcə burada notu not so difficult as şəklində veririk. 99-cu suala baxırıq. One of varsa, of the world varsa
demek ki superlative degree'dir. Superlative degree'ni de burada the most miserable formasında verəcəyik. Üstünlük dərəcəsi miserable sözü çox hecalı söz olduğuna görə the most-la düzəltdik. 100-cü suala baxırıq. Burada 100-cü sualı biraz böyüdüm. Yaxşı görsənsin. Okay. 100-cü sualda yenə belə bir sual yuxarıda var idi. Ortadan böləcəyi. Bu tərəfdə veridir. Bu tərəfdə isə zən var. Çünki burada vergül var. Görürsünüz əgər vergül 2 dənə belə deyək də cümləni bir-birindən ayırır. Bir tərəfinə görə verini verir, ikinci tərəfə görə zəni verəcək. Yəni birinci tərəfdə görə B-ni çıxıram, bir də Y-ni çıxıram, digərləri qalır. İkinci tərəfdə isə bir sözə 2 dənə şəkilcə əlavə etməyəcəm. C-ni çıxdım. Yenə elə ikinci tərəfdə eyni şeydir. Ona görə A variantı doğru olacaq. 101-ci suala baxırıq. 101-ci sualda da nə var? 101-ci sualda of all var. Superlative degree'dir. Superlative degree'ni də burada göstərən təbii ki D variantı olacaq. Bir sözə 2 şəkilçi yüklənməyəcək. 102-ci suala baxırıq. Zəni görürəm mən burada. Zən varsa demək ki comparative degree'dir. Comparative degree'ni bir sözə 2 dənəsini yükləməyəcək. Match özündən sonra müqayisəni götürür. Adi dərəcədir. Baxın, Y variantı. Burada verdiyimin doğrusu burada verilib. Bu isə üstünlükdür, olmayacaq. Yəni düzgün variant Y variantıdır. Match özündən sonra müqayisəni gətirir. Adi dərəcə tək hecalıdırsa yerlə, ki burada tək hecalı olduğuna görə yerlə düzəlib, çox hecalıdırsa more-la. Yəni ya much more ya da ki burada much near şəklində veribdir. 103-cü suala baxırıq. Yenə zəni veribdir. Superlative'dir. Bir sözə 2 şəkilçi yüklənməyəcək. Pozitivdir. Superlative'dir. Qaldı comparative bigger sözü. 103'ə baxdıq. Keçdik 104'ə. 104-cü sualda isə nə var burada? Book sözü var. Book sayıla bilən təksimdir. Mütləq şəkildə mənə article lazımdır. Article olanlar hansılardır? C ilə Y. Artıq neçənci sualda deyirik ki, zəbəst özündən sonra sifət gətirməz. Qaldı C variantı. 105-ci suala baxırıq. Experiment sözü. Yenə nə var burada? Bir isim var. İsim varsa mənə nə lazımdır? Sifət lazım, article lazımdır. Article-sız olanları gəlin çıxaq. Article-sız best özündən sonra sifət gətirməz. Yenə qaldı C variantı. 106-cı suala baxırıq. Zəni görürəm. Zəni görürəmsə comparative lazımdır. Pozitivdir. Superlative'dir. Comparative'dir. Superlative'dir. More-la düzəlməz. Elə worse sözünün özü qalacaq. Kökündən dəyişən sifətlər more-la ya da most-la düzəlmir. 107-ci suala baxırıq. Yenə belə bir tapşırıq yuxarıda işlədi. Endin sağı nədirsə, solu da o şəkildə olacaq. Yəni, bir dəqiqə, burada nə deyir? Gəlin. Aha, nə deyir burada? The metro is most A-nı buradan çıxıram. Çünki most fastest deyə bir şey yoxdur. The fastest ola bilər. A-nı çıxdıq. More fast deyə bilmərəm. Çünki fast tək hecalı sözdür. More-la most-la düzəlməz. C-ni çıxıram. Çünki much özündən sonra müqayisəni gətirir. Much faster olmalıydı. Sonra baxırıq buradan the fastest, most comfortable saxlayıram. Yenə dedik ki most fastest olmaz. D variantı doğru oldu. 108-ci suala baxırıq. 108-ci sualda hər iki tərəfdə də zən var. Yəni hər iki tərəfi də nə edəcəyik? Zənlə düzəldəcəyik. Baxırıq burada elə A variantını indidən götürüm. B easy pozitivdir. Orada zən var. Easy yəni burada
doğrudur, amma ikinci tərəf more difficult olmalıdır, səhvdir. D-də superlativedir, olmayacaq. More easy bir yerdə olmaz. Elə A variantı doğru oldu. 109-cu suala baxırıq. 109-cu sualda how can I get to post office? You must get off at stop. Aha, stop. Baxın, hər ikisində nə var? Hər ikisində sayıla bilən təksim var. At stop, nearest, yəni dayanacaq deməkdir. Sayıla bilən təksim var. Yəni mənə nə lazımdır? Burada article lazımdır. Article-sızları çıxıram. Çıxdımsa elə Y variantı ortada olacaq. How can I get to the nearest post office? Yəni ən yaxın post ofisə, poçta nə cür gedə bilərəm? Deyir ki, the next stop, yəni at the next stop, ən sonuncu dayanacaqda dayanmalısan, düşməlisən daha doğrusu avtobusda. Y variantı doğru oldu. 110-cu suala baxırıq. 110-cu sualda nə var? Aha, burada bir a little sözünü görürəm. A little, much, a bit, some, any. Bunlar özlərindən sonra müqayisəni gətirir. Adi dərəcəsi iyerlə düzələn, çox hecalıdırsa, daha doğrusu tək hecalıdırsa iyerlə düzəlir. Çox hecalıdırsa morla düzələn bir sifət lazımdır mənə. İkinci tərəfdə də yenə much var. Yəni ikinci tərəfdə yenə müqayisədir. Ümumilikdə isə burada yenə zən var, yenə müqayisədir. Yəni gəlin müqayisə. Elə buradan A variantını götürürəm. Hər iki tərəfi müqayisədə olan. C-ni çıxıram, bir tərəfi müqayisədir, bir tərəfi adidir. Yeni çıxıram, more, bir sözə iki dənə şəkilçi yüklənmir. D-ni çıxıram, birinci tərəfi adidir, ikinci tərəfi müqayisədir. D də yenə eyni qayda. Ümumiyyətlə D more da səhvdir, tall da səhvdir. A variantı doğru oldu. 111-ci suala baxırıq. Aha, burada baxın bir zən var, müqayisədir. Gəlin buradan ən birinci B-ni çıxıram. Çünki adidir. Bir də elder'ı çıxıram, müqayisədir, amma elder zən deyə bilmirəm. Ona görə buradan elder'a da çıxıram, buradan da yenə oldu çıxıram. Çünki elder yenə zənlə olmur, oldu isə zən olmur. Çünki oldu adidir, zən müqayisədir, qalır Y variantı. Qısa və konkret. 112-ci suala baxırıq. 112-ci sualda ikinci tərəfdə zəni görürəm. Gözümə hansı dəyirsə onu. Bax, birinci tərəfdə save sözü. More save deyə bir şey yoxdur. Save tək hecalıdır. Yerlə düzəlir. Safest veribdir. Nə var burada? Zən var. Yes də olmayacaq. Yeni saxlayıram. Burada save sözünə elə Y variantı doğrudur. Nəyə görə? Çünki zən var. Müqayisəni gətirir. Bunlar isə adi dərəcədir. Qalır Y variantı. Faster, safer şəklində düzələcək. 112-ci suala baxırıq. 113-cü suala, sorry. 113-cü sualda yenə mən zəni görürəm burada. Zən nə deməkdir? Zəni görürəm. Zən nə deməkdir? Comparative degree deməkdir. Buradan B-ni çıxıram. More, worse deyə bir şey yoxdur. Bad, pozitivdir. Qaldıq B ilə Y-nin arasında. She was getting every day. Aha, burada nə var? A-da da elə iki dənə sözə bir sözə iki şəkilçi yüklənməz, qalacaq Y variantı. 114-cü suala baxırıq. 114-cü sualda nə var? Burada bir E artiklını görürəm. D-ni avtomatik çıxıram çünki Z artiklı ilə işlədilməlidir. Y-ni çıxıram, bir sözə iki şəkilçi yüklənməz. Ona görə B-ni də çıxıram. Sonra gəldi ikinci tərəfdə. İkinci tərəfdə də elə mən heç varianta, yəni cümləyə baxmadan bəs sözü özündən sonra sifət gətirməz. Bunu çıxsam qalacaq C variantı. The most splendid, bir də nice sözünü verəcəm. 115-ci suala baxırıq. 115-ci sualda nə var burada? Burada baxın, yenə cümləni iki yerə bölürəm mən. Bu vergülə qədər bir cümlə, vergüldən sonra ikinci cümlə. Vergülə qədər olanda E artiklı var. E artiklı varsa mən burada C-ni çıxıram. Çünki
the worst olmalıydı. Çıxdıq onu. A-nı, B-ni, D-ni yeni saxlayıram, verə bilərəm. A bad mistake, a good mistake, pis ya da yaxşı, səhv deyə bilərəm. İkinci tərəfdə in my life var. Bu nə deməkdir? Superlative degree'dir. Superlative degree'dirsə, o zaman A-nın Z artiklı yoxdur. B-də more worse deyə bilmərəm, çünki worse özü ümumiyyətlə müqayisədədir. Kökündən dəyişir, morla düzəlmir. Həm də ki, worse müqayisədir. Cümləmdə isə mənə superlative, yəni üstünlük lazımdır. Ona görə B-ni çıxdım. D-ni saxlayıram. Yenə Y-ni çıxıram. Çünki bu comparative'dir. Bura isə superlative'dir. Düzgün variant burada oldu. D variantı. 116-cı suala baxırıq. 116-cı sualda zəni görürəm. Baxın, burada and da var. And'in bir tərəfi nədirsə, İkinci tərəfi də odur. Zən varsa burada A-nı çıxıram, çünki most superlative'dir, zən comparative'dir. Much dedik ki, müqayisəni gətirir. Much more comfortable olmalıydı, səhvdir. C-ni saxlayıram, yox, saxlamıram. Nəyə görə saxlamıram? Çünki C-nin ikinci, yox, saxlayıram. Hə, much quicker-dir, doğrudur. C-ni götürürəm. D adi dərəcədir, olmayacaq. Burada baxın, more quicker veribdir. More olmaz. Much olsaydı yuxarıdakı kimi doğru olardır. Həm də burada E artiklı yersizdir. Nəyə görə? Düzdür, biz deyirik ki, adi və müqayisə dərəcəsindən sonra sayıla bilən tək isim gələrsə, biz artikl işlədirik. Burada isə isim yoxdur. Ona görə artikla da ehtiyac yoxdur. 117-ci suala baxırıq. 117-ci sualda E artiklını görürəm hər iki tərəfdə. Ya müqayisədir, ya da adi dərəcədir. Buradan A-nı çıxıram, çünki Z artiklı olmalıdır. Sonra nəyi burada baxaq? B-ni çıxıram, more smaller olmaz, ya smaller şəklində olmalıydı. C-ni saxlayırıq. Small sözü çox hecalı deyil, morla düzəlməz. Bunu da oradan çıxdığımıza görə elə C variantı olacaq. 118-ci suala baxırıq. Had ever-ı görürəmsə superlative degree'dir. Superlative degree-ni isə burada D variantı göstərir. The most violent şəklində veribdir. 119-cu sualda isə zəni görürəm. Demək ki, nədir? Müqayisədir, comparative'dir. Aha, baxırıq, burada article veribdir A variantında. Article veribdir. Yenə deyirəm, artiklı nə vaxt işlədə bilərik? Nöqtələrdən sonra isim olarsa, isim yoxdursa artikla da ehtiyac yoxdur. Zən veribsə comfortable, more comfortable olardı. Zən var, most comfortable olmaz. Much more comfortable olardı. Qaldı Y variantında more comfortable. Növbəti suala baxaq. Növbəti sual. Növbəti sualımız 120-ci sualdır. 120-ci sualda isə nə görürük burada? In the life, yəni həyatda deyir. Yəni nədir? Üstünlük dərəcəsidir. Yox, burada zən var. Zən var. Bir dəqiqə, mən bu biraz daha böyüdüm. Daha yaxşı görməyim. In Britain, traditions play role in the life of the people. Zən. Zəni gördüm. Lap yaxşı. Zəni gördüksə demək ki, burada müqayisədir. Müqayisədirsə nə olacaq? More important. Baxın burada. Elə Y variantı yaxşı görsənmir deyinə. Article, yəni burada role söz, isim sözü olduğuna görə article da verib orada. Y variantı doğru oldu. Adidir. An important role deyə bilərəm, amma müqayisə zən var burada deyə bilmirəm. Üstünlük dərəcəsi də vermirəm. Much sözündən sonra müqayisəni gətirir. 121-ci suala baxırıq. Yenə burada mən zəni gördüm. Dark sözü təkəcalıdır. Darker olacaq. Burada much darker. Much müqayisəni gətirir. Doğrudur. 122-ci sualı
Ever sözünü gördürürəm. Have ever, had ever, has ever. Superlative degree'ni göstərir. Superlative degree'ni də burada bad sözünün kökündən dəyişilmiş forması sizə worst sözü verəcək. 123-cü sualda baxıram, yenə have ever'ı görürəm. Superlative degree'dir. Yenə the most exciting sözünü gördüm. 124-cü sualda as-i görürəm. Adi dərəcədir. Adi dərəcədirsə heç bir şəkilçi qəbul etməyən. E-ni niyə götürmədi? Çünki orada isim yoxdur. İsim olarsa E artiklını götürəcəyik. 125-ci suala baxırıq. Yenə burada zəni gördüm. Zən müqayisəni götürür. Üstünlükdür, adidir. Baxın A variantı. Much stronger. Much özündən sonra müqayisəni gətirir. Burada much, more bir də ear verilibdir. Olmaz. More, stronger yenə ya more ya da ear olacaq. Strong sözü tək hecalı olduğuna görə ear ilə düzəlir. Neçənci sualda qaldıq? 125-ci sualı dedik, Y variantı, daha doğrusu C variantı oldu, yox, A variantı oldu. Dedik ki C'də nə var? Much, more işlədilməz burada. More olmaz, çünki strong sözü tək hecalı sözdür. Earlə düzələr, more-la düzəlməz. A variantı doğru oldu. 126-cı sualda isə mən burada to-nu görürəm. To özündən sonra adi dərəcəni gətirir. Adi dərəcəni gətirirsə A-dan more-u çıxıram, B-ni çıxıram, ear olmaz. Simplest S-lə verib olmaz. Y-ni də çıxıram, qalır elə C variantı. Və salam. 127-ci suala baxırıq. 127-ci sualda isə nə var burada? Bir dəqiqə. 127-ci sualı biraz daha böyüdüm, daha yaxşı görmək üçün. Arif Məlikov is famous in the world for his ballad, which is regarded as one of... Aha, gəlin indi burada incələyək bunları. Nə var burada? Deməli, burada bir yəli hal var. Yəli hal varsa, his more splendid ballad. Ballad burada sayıla bilən tək isim var. Article verməyibdir variantlarda. Okey, article'dan verməyibsə, keçdi indi. Which is regarded as one of deyirsə, üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi deyirsə, bax, B-də Z artiklı yoxdur. Fine sözü tək hecalıdır, most-la düzəlməz. Həm most, həm es-lə düzəlməz. More ya da ear-lə, finer ear-lə düzəlir. Bizə isə nə lazımdır? One of deyirsə, üstünlük dərəcəsi o da A variantındadır. Yəni burada sizə birinci tərəfdə in the world sözünü verib, dünyada tanınmış ən deyir. Birinci tərəfdə ona görə götürə bilərik. İkinci tərəfdə one of deyir. A variantında da hər iki tərəfində də üstünlükdür. Sadəcə olaraq hizi verdiyinə görə burada Z artiklını verməyib. Nə demişdi? Yəli əvəzlikləri ya da isimin yəli halı ilə isimin arasına article girməz. Yəni orada his, the most deyə bilmərəm. His varsa orada artıq Z yoxdur. 128-ci suala baxırıq. 128-ci sualda burada yenə cümləni mən buradan iki yerə böləcəm. Çünki vergül var, but var. İki dənə bir-birindən ayrı cümlələr var. İkinci tərəfdə zən var. Yəni buradan elə B-ni çıxıram. Buradan da A-nı çıxıram. Çünki birində üstünlükdür, birində adidir. Mənə isə ikinci tərəfdə zən lazımdır. Zəni ifadə eləyəcək. 128 ikinci tərəfə baxıram. İkinci tərəfdən buradan da Y-ni çıxıram. Çünki nice tək hecalı sözdür. More-la düzəlməz. Buradan da elə B-ni çıxıram. Çünki more nicer deyə bilmərəm də. Yəni nice sözü tək hecalı olduğuna görə yerlə düzəlir. C variantı 128-də doğru oldu. 129-da yenə zən var və and var. Bir tərəfi nədirsə, digər tərəfi də o olacaq. Yəni burada zən varsa müqayisədir.
Yani burada more yer olmaz, səhvdir. Better, fresher beyni saxlayıram. Good adi dərəcədir. More better deyə bilmərəm. Better olmalıydı. Best də üstünlük dərəcəsidir. Düzgün variant B variantı. 130-da əsi görürəm. Əs nə deməkdir? Heç bir şəkilçi qəbul etməmiş forma deməkdir. 131-ci sualda əsi görürəm. Noisy səs-küylü deməkdir. Adi dərəcədir. Heç bir şəkilçi qəbul etməyibdir. 132-ci suala baxıram. Zəni görürəm. Comparative degreedir. More important deyəcəm. Burada A-nı niyə çıxdıq? Çünki burada isim yoxdur. İsim yoxdursa article da yoxdur. 133-cü sualda yenə zəni görürəm. More difficult şəklində yenə isim olmadığına görə article-ını çıxdım. 134-cü sualda əs görürəm. Yəni heç bir şəkilçi qəbul etməyən forması olacaq. 135-ci sualda da əsi görürəm. Yəni heç bir şəkilçi qəbul etməyəcək. 136-cı sualda zəni görürəm. More reliable sözünü gördüm. Yəni zən müqayisə ilə onu verəcəyik. 137-ci suala baxırıq. 137-ci sualda yenə zəni görürəm. Cheaper sözü olacaq. Çünki cheap sözü təkəcalı sözdür. Yerlə düzəlir. 138-ci sualda of olu görürəm. Üstünlük dərəcəsidir. Yəni in the yard sözünü görürəm. Üstünlük dərəcəsidir. Üstünlük dərəcəsini isə burada verir. The most dynamic A variantı. Z-si yoxdur. Adidir. Match müqayisəni gətirir. More da müqayisədədir. Yəni A variantı doğrudur. Keçdik növbəti suala. Növbəti sualımız isə 139-cu sualdır. Baxırıq 139-cu suala. 139-cu sualda nə var? Have ever, yəni üstünlük dərəcəsidir. Üstünlük dərəcəsini isə burada the easiest-lə düzəldəcəyik. Easiest sözü təkəcalı sözdür, yəni iki hecalıdır. Ona görə S-lə düzəlir, doğrudur. 140-cı suala baxırıq. Yenə have ever görürəm. Üstünlükdür. Üstünlükdürsə mütləq şəkildə Z artiklını the prettiest, Z-si yoxdur, götürməyəcəyik. 141-ci suala baxırıq. Of all deyirsə, yenə üstünlükdür. Yəni tall sözü tək hecalıdır deyənə the tallest-lə verəcəyik, most-la verməyəcəyik. 142-ci suala baxırıq. Among-ı görürəm. Üstünlük dərəcəsidir. The calmest. B variantı doğrudur. 143-cü sualda yenə among-ı görürük. Burada da nə olacaq? The happiest formasında happy sözü tək iki hecalıdır. Most-la düzəlməz. 144-cü sualı görürəm. Zən var burada. Zən varsa müqayisədir. More comfortable şəklində istifadə, yəni düzəldəcəyik. 145-ci suala baxırıq. In our office, yəni ofisimizdə üstünlük dərəcəsidir. Üstünlük dərəcəsini isə burada B variantıdır. Most verə bilmərəm. Busiest həm də Z artiklı yoxdur. 146-cı və nəhayət ki, sonuncu suala baxırıq. Yenə of all üstünlük dərəcəsidir. Üstünlük dərəcəsini isə burada C variantı the prettiest. Most-la verə bilmərəm. Z artiklı da həmçinin yoxdur. Bu oldu bizim adjektiv haqqında toplu birdən sualların işlənməsidir. Ümid edirəm ki, tam olaraq aydın oldu. Nə isə aydın olmadısa, sualınızı verə bilərsiniz. Bu qədərəm. Sağ olun.